Son günlər ölkənin ən çox müzakirə olunan məsələsi uşaq pulu. Əslində, Xaçmaz sakininin də dediyi kimi, uşaq pulu məsələsi müzakirə olunacaq məsələ deyil. Müzakirə olunacaq o qədər problemlər var ki, bir xəbər mediada xatırladır ki, sadəcə uşaqların haqqı olanı qeyri-şərtsiz onlara qaytarmaq lazımdır. Heç bir əlavə şərh vermədən vətəndaşın aktual məsələlərə incə yanaşmasını diqqətinizə çatdırırıq. Salam. Fikir verirsiniz, görərsiniz ki, hər gün gündəmi dəyişmək istəyir. Gündəmi bir məsələ, mənasız məsələ. Yaxşı, bu uşaq pulu müzakirə olunmalıdır. Niyə müzakirə olunmalıdır? Uşağın pulu verilməlidir. Hər yerdə verilirdi. Niyə bunu atıb elə-belə müzakirə edirsiniz? Ağzına gələnlər də danışırlar. Cəmaat bunu görür axı. Cəmaat görür axı. Belə, mən heç kimi təhqir eləmək fikrim yoxdur, ömrümdə eləmərəm. Niyə eləmərəm? Hər ki, insan qız səviyyəsini göstərir də. İstəyir imkanlı olsun, imkansız olsun, uşağın pulu verilməli, uşağın haqqıdır. Beynəlxalq hüquq normalarında da bu var ki, uşağı verilməlidir, ödənməlidir haqqı uşağın. Bu nə müzakirə olunmalıdır? Müzakirə etmək istəyirsiniz? Mən deyim də nələr müzakirədir. Müzakirə edin ki, niyə görə bugün kəndlər boşalır? Müzakirə edin ki, niyə görə banklarda insanlar bir günləri boğulur? Müzakirə edin ki, niyə görə insanlar bu qədər cərimə mi kəsmək olar insanlara? Bu da müzakirə olunmalı məsələlər. Ancaq atmışsınız boş-boş məsələ uşaq pulu. Uşaq pulu ümumiyyətlə müzakirə olunmalı. Bir mənalı şəkildə uşaqların pulu verilməlidir. Uşaqlar gələcəyə qoyulan sərmayədir. Siz nə danışırsınız? Yəni bir şey deyirlər, verək, verməyək, nə qədər verək, yoxsa verilsin, yoxsa verilməsin. Bilirsən, bunlar baş anlatan məsələlərdir. Yaxşı, bir gün siz fikir verin ki, səhər, yaxşı, necə olacaq? İllər keçəcək. Hələ hamısı deyəndə deyir ki, vətən üçün gedir. Yaxşı, bir dənə vətən üçün gidməkdən gidmir axı. Səhər bəs bu evladlardır, böyüməlidir, bunlar böyür, ayırar. Biz vətəndən, torpaqdan danışırıq. Bugün nə qədər vətən oğlanların, uşaqları, evladları var. Belə uşaqlar nə fərqi var? Hamısı imkansızdır. Hamısı lazımi şəkildə qidalana bilmirlər, təhsil ala bilmirlər. Biz bu problemlərdən danışmadık. Bu problemlərin çıxış yolları göstərilməlidir. Yəni, problemdən danışmaq olar, demək olar ki, bu belə deyil. Ancaq bunun həlli yollar göstərilməlidir. Nə var bəyən bunu eləməyə? Bunlar hamısı mümkün olan məsələlərdir. İnandırım sizə ki, mümkündür. Sadəcə olaraq bəzilər bunu eləmək, özlərinə tükəndə tikirlər, villalar tikirlər, qısa zamanda özlərinə var dövlət yığırlar, görünmür bunlar. Yaxşı, bəs bunların bir qədər bunları saxlasınlar da, bu məsələlər saxlansın da. Mən demirəm. Bəli, müsbət işləri də biz qeyd edirik ki, hansı addımlar atılır. Ancaq çox aşağı səviyyədə. Keçən də ölkə başçısı qeyd etdi ki, taxılla bağlı. Mən əvvəlcə də demişdim ki, kənd təsərrüfatı taxıl əkilmir, illərlə əkilmədi. Subsidiyalar yeyildi, insanlara yalanla form itilərlər, taxıl əkilmədi, addan subsidiyalar. Varlandı bu insanlar. Niyə görə bir adam çörək tapmır? O bir şey, adam nə qədər evlər alıb, mən Xaçmazda yaşayıram, kirayə evlər verirlər bu adamlar, vəzifədə olan adamlar. Neçə gəlib araşdırılsın, bir adamın nə qədər ev olar? Bu öz başına alıb yerinə qoyulmalıdır. Vallahi yerime səmimi şəkildə demiş ki, nə şüməşilim yoxdur, ya ağa qara demirəm. Məni tanıyanlar da bilir. Ancaq bəsdirin, qutarın, bu insanları bu qədər ələ salmaq olmaz. Ona görə bu məsələlər həllini tapmalıdır. Həlli olunmalıdır. Hükümət bu səmtdə ciddi addımlar atmalıdır. Hələ ölkə başçısı, Kənd Təsərrüfatı Naziri. Ondan qabaq mən çıxış qoymuşdum, hələ üstə düşdü. 3 gündən sonra prezident bir müşavir geçir. İnandırım, hələ orada məsələlərə yumuşaq yanaşıldı. Deyildi, ancaq indi inandırım bu məsələlər götürülməsə, o ardıca başqa məsələlər gələcək. Günü bugünə kimi yenə dedim, subsidiyaları almayıb insan. Nə qədər insan var subsidiya almayıb? Araşdırsın, görə subsidiyaları nəyə verir mi? Bir gün sonra əkin sahələri biçilir. Ya olmayacaq da, əlbəttə taxıl da azalacaq beləncikdə. İnsanlar var ki, deyir, borc almışıq, vermişik. Hələ adam var, deyir, əkə bilmədim, imkanım olmadı. Hansı ki, bu subsidiyalar ayrılıb. Hara gidir bu subsidiyalar? Bunlar ciddi surətdə araşdırılmalıdır. Növbəti çıxışlarım olacaq, sağ olun.